Salam əziz şagirdlər, bugünkü mövzumuz metallar və dielektriklər elektrostatik sahədə. Bu mövzuya aid testlərin izahını verəcəm. Birinci, intensivliyi 180 volt bölünsün metr olan bir cis elektrik sahəsinə sülüda lövhə yerləşdirdikdə bu lövhənin daxilində elektrik sahəsinin intensivliyi 30 volt bölünsün metr olmuşdur. Sülüdanın dielektrik nüfuzluğunu hesablayın. Deməli uşaqlar, intensivliyimiz Y0 olanda, yəni havada və yaxud da vakuumda bizim intensivliyimiz olub 180 volt bölünsün metr. İndi deyir, sülüda lövhə, yəni dielektrik əlavə etdikdən sonra malik olduğu intensivliyi də yeni işarə edirik. 30 volt bölünsün metr. Dielektrik nüfuzluğumuz epsilon hərfinə işarə olunur. Epsilon bərabər sual işarəsi. Epsilonun düsturu necə idi? Epsilon bərabərdir Y0 bölünsün Y. Ədədi qiymətləri yerinə qoyalım, hesablayalım. Y0'ımız 180, deməli y'miz isə 30. Elədi neçə uşaqlar? 6. Deməli, sülüda lövhənin dielektrik nüfuzluğu 6-ya bərabərdir. Cavab C variantı. Keçən 2 nömrəli testdə bir cis dielektrik daxilində yerləşən nöqtəvi Q yükündən R məsafədəki elektrik sahəsinin intensivliyi modulu hansı ifadədə təyin olunur? Deməli, bizdən nə istəyir uşaqlar? Sahənin verilmiş nöqtəsindəki elektrik sahəsinin intensivliyinin düsturunu istəyir. Özdə mühitdə olanda. Onda Y bərabər K modulda Q bölünsün epsilon R'in kvadratı düsturundan istifadə edəcək və cavabımız olacaq A variantı. Sonra keçəyin 3-ə. Deyir ki, dielektrik nüfuzluğunun vahidi hansıdır? Uşaqlar, dielektrik nüfuzluğunun vahidi yoxdur. Yəni, fikir verirsiniz düstura. Y0 bölünsün Y. Y'lərin vahidini bir-birinə böldükdə 1 alınır. Yəni, vahidsiz kəmiyyət. Cavab Y variantı 3-də. Keçəyin 4-ə. Bir cis dielektrik daxilində elektrik sahəsinin Y intensivliyi modulunun vakuumda sahənin Y0 intensivliyi modulundan neçə dəfə az olduğunu göstərən fiziki kəmiyyət necə adlanır? Yəni, belə deyir, baxın uşaqlar. Y0 bölünsün Y bizə hansı fiziki kəmiyyət verir? Yəni, epsilonun dielektrik nüfuzluğunu cavab A variantı. 5 nömrəli test uşaqlar. Deyir, su və dolu qabda bir-biri ilə qarşılıqlı təsirdə olan 2 nöqtəvi yük vardır. Su tamamilə buxarlandıqdan sonra yüklər arasında kurulan qarşılıqlı təsir qüvvəsi necə dəyişər? Suyun da dielektrik nüfuzluğu 81-dir. Deməli, 5 nömrəli test uşaqlar. Suyun dielektrik nüfuzluğu epsilon su bərabər nəyə? 81-ə. Uşaqlar, yadınızda saxlayın ki, buxarlandı, buxarlandırmaq. Artıq mühit yoxdur. Buxarlandırmaq söz dedikdə epsilon azalır. Nə qədərdirsə, o qədər də azalır. Ona görə də F bərabərdir, qarşılıqlı təsir qüvvəsini yazaq mühitdə K, modulda Q1, Q2 bölünsün epsilon R'in kvadratı. Və epsilonumuz nə etdi? Azaldı. Neçə dəfə? 81 dəfə. Onda qarşılıqlı təsir qüvvəmiz nə edəcək? 81 dəfə artacaq. Cavabımız olacaq 81 dəfə artar C variantı. 6 nömrəli testdə eyni ilə bu qaydəni işləyəcəksiniz. Keçən 7-yə. Nöqtəvi yükü dielektrik nüfuzluğu 25 olan mayeyə batırdılar. Maye daxilində yükün elektrik sahəsinin istənilən nöqtəsindəki intensivliyi vakuumdakı ilə müqayisədə necə dəyişər? Gəlin baxalım uşaqlar. Deməli, 7 nömrəli test. Epsilonumuz nə qədərdir? Mayenin. Hər hansı bir mayemiz var, onun dielektrik nüfuzluğu 25-dir. Əvvəl yükümüz elə bir vakuumdaydı, havadaydı. İndi ona hər hansı bir dielektrik nüfuzluğu 25 olan mayeyə əlavə etmişik. Deyir ki, sahənin verilmiş nöqtəsindəki intensivliyimiz necə dəyişər? Düsturumuz necə idi? Y bərabər K, Q bölünsün modulda. Epsilon R'in kvadratı. Epsilonumuz artıq əlavə etmişiksə artıq əlavə etmişik. Hər hansı bir mühitə. Hansı bir mühitə əlavə etmişiksə, bu zaman bizim epsilonumuz artır. Özdə epsilonumuz artdı. Neçə dəfə artdı? 25 dəfə. Onda qarşılıqlı bir sahənin verilmiş nöqtəsindəki intensivimiz nə edəcək? 25 dəfə azalacaq. 25 dəfə azalar. 7-də də B variantı. Sonra 8 nömrəli testdə eynilə bu qaydada işləyirsiniz uşaqlar. Keçən 9 nömrəli test uşaqlar. Deyir, kök adda K, Q bölünsün epsilon Y ifadəsilə hansı fiziki kəmiyyət təyin olunur? Uşaqlar, deməli, düsturumuzu köçürək. K, Q bölünsün epsilon Y. Bir hansı fiziki kəmiyyətin düsturudur. Gəlin uşaqlar, sahənin verilmiş nöqtəsindəki intensivliyin düsturunu yazaq. Y nəyə bərabər? K,
Q bölünsün nəyə? R-in kvadratına. Epsilon R-in kvadratına mühitdə olanda. İndi gəlin yerinə qoyaq. Uşaqlar, Y-nin yerinə bu düsturu yazacağım. İndi olacaq KQ bölünsün epsilon. Y-nin yerinə artıq bunu. Bu bizim yerdə qalanlarımızdır hələlik. Yerdə qalanlar baba bulardı. Y-nin yerinə də bunu yazacağım. K, Q, sonra uşaqlar epsilon R-in kvadratı, avtomatik epsilon R-in kvadratı hara qalxacaq? Yuxarı surətdə. Onda olacaq düsturumuz necə? Epsilon R-in kvadratı. Bunları da silirəm aşağıdan artıq. İxtisarlarımıza aparalım. K'lar ixtisar gedəcək, Q'lar ixtisar gedəcək, epsilonlar ixtisar gedəcək, qaldı kök atdı. R-in kvadratı. Oradan da nə çıxacaq? R. Məsafə uşaqlar, deməli, 9-da D variantı. Sonra keçən uşaqlar 10 nömrəli testi də eyni ilə bu qayda ilə işləyəcəksiniz. Y-nin yerinə bu düsturu yazırsınız. Uyğun gələn kəmiyyətləri, oxşar kəmiyyətləri ixtisar edirsiniz və sonunda nəticənizi alırsınız uşaqlar. 11-ə keçən uşaqlar. Deyir ki, yenə düstur verilibdir. Deyir ifadəsində hansı fiziki kəmiyyət təyin olunur? Gəlin düsturu yazalım. Deməli, K modulda Q1, Q2 bölünsün epsilon F. Gəlin yazalım. Deməli, burada F-imiz var, qarşılıqlı təsir qüvvəmiz. Düsturumuz necə? Kulun qarşılıqlı təsir qüvvəsi. Modulda Q1, buraq, modulda Q2 bölünsün epsilon R-in kvadratı. F-in yerinə bu düsturu gətirib yazacağım. Onda olacaq nə? Kök atda. Birinci verilənləri hamısını yazıram. O yerdə qalanların hamısını yazıram. K, modulda Q1, buraq Q2, bölünsün epsilon. Bu oldu mənim verilənlərim. İndi artıq bunu yazıram. Bu bizim verilənlərimizdir. Düsturlu bunlar. İndi F-in yerinə əvəzləmə aparıram. F-in yerinə əvəzləmə aparanda artıq uşaqlar. F-in yerinə K, modulda Q1, Q2, bölünsün. Epsilon R-in kvadratı məxrəcə düşür bura aşağıya. O da avtomatik yuxarıya qalxacaq. Epsilon R-in kvadratı. Kökü bağlayaq. Eyni kəmiyyətləri ixtisar eləyək. Deməli, uşaqlar, indi bunu silirəm sizin üçün. İxtisar eləmək asanda olsun deyə. Baxın. Gəlin silək indi. Baxalım. Q1-lər getdi. Q2-lər getdi. K'lar ixtisar getdi. Epsilonlar ixtisar getdi. Yenə qaldı kök atdı R-in kvadratı. Oradan da nə çıxacaq? R. Cavabımız oldu. Məsafə yenə. Deməli, bu 11 nömrəli testidir. Nöqtə böyüklər arasında məsafə A variantı. 11-də belə. Eyni ilə 12-də, 13-də bu qayda ilə işləyərsiniz. Keçən 14 nömrəli testdə 14 nömrəli test 14 nömrəli testi yazanın 14. Oxuyaq. Deyir, hansı mühit daxilində nöqtəvi Q1 və Q2 yüklərinin eyni R məsafəsində qarşılıqlı təsir qüvvəsi modulu ən böyükdür. Deməli, uşaqlar, qarşılıqlı təsir qüvvəsinin düsturunu yazaq Coulomb qanunu. F bərabərdir, özdə mühitdə. F bərabər K modulda Q1, Q2 bölünsün epsilon R-in kvadratı. Deyir, qarşılıqlı təsir qüvvəsinin modulca ən böyükdür. Deməli, F-in böyük olması üçün mühitimiz necə olmalıdır? Mühitin dielektrik nüfuzluğu ən kiçik. Gəlin baxalım görə ən kiçik dielektrik nüfuzluğuna malik olan mühitimiz hansıdır? Parafin. Cavabımız olacaq parafin. Parafinin dielektrik nüfuzluğu epsilon bərabər 2 verilir. O qarşındakı deməli dielektriklərin qarşılarındakı yazılan rəqəmlər olan dielektrik nüfuzluqlardır uşaqlar. Parafin C variantı. Keçən uşaqlar 16-ya. Deyir, elektrostatik induksiya hadisəsi. Sürtünmə nəticəsində cismin elektriklənməsidir. Elektrik sahəsinin təsiri ilə metal lövhədə yüklərin yenidən paylanmasıdır. B variantı uşaqlar. Elektrostatik induksiya hadisəsi elektrik sahəsinin təsiri ilə metal lövhədə yüklərin yenidən paylanmasıdır. Cavab oldu B variantı 16-da. 15-i də uşaqlar eyni ilə 14-də baxıb işləyərsiniz. Keçən 17 nömrəli testdə. Deyir ki, eyni radiuslu iki metal kürənin yükləri müsbət 4Q və mənfi 2Q'dur. Kürələri bir-birinə toxundurub ayırsaq, hər birində nə qədər yük olar?
Eyni radiusdadır. Kürələrimiz uşaqlar R1 bərabərdir R2-yə. Q1-in ədədi qiyməti nə qədərdir? Deməli, müsbət 4Q. Q2-nin ədədi qiyməti isə -2Q-dür. Deməli, toxundurub araladıqdan sonra malik olduqları yüklər istəyir. Q1 iştirik və Q2 iştirik. Və eyni radiusda olduqda uşaqlar yadınızda saxlayın ki, kürələri toxundurub araladıqdan sonra onlar arasında yüklər bərabər paylanır. Yəni Q1 iştirik bərabər Q2 iştirik. O da bərabərdir Q1 üstə gələk Q2 bölünsün 2 düsturundan istifadə edəcəyik. O da bərabərdir. Q1-imiz nə qədər? 4Q, müsbət 4Q üstə gələk. İşarə nəzərə alınır uşaqlar mütləq. -2Q bölünsün uşaqlar neçəyə? 2. O da bərabərdir. 4Q-ün üstünə -2Q gələndə eləyir müsbət 2Q. Müsbət 2Q-nü də 2-yə böləndə qalır Q. Deməli, cavabımız oldu. Q1 iştiriximiz də, Q2 iştiriximiz də nədir? Müsbət Q-yə bərabərdir. Cavabımız bu oldu. Hər biri nə qədər yük olar? Q. Cavabımız D variantı 17-də. 18-də eynilə bu qayda ilə işləyəcəksiniz. Keçək 19 nömrəli test uşaqlar. Yüklənmiş cismi yüksüz elektroskopa yaxınlaşdıranda elektroskopun kürəsi və vərəqləri uyğun olaraq hansı yükə malik olur? 19. Yaxınlaşdırıb uşaqlar. Deməli, gəlin bir dənə elektroskop təsvir eləyək. Elektroskopumuz. Onun da kürəciyini də çəkək. Bu da elektroskopun kürəsi. Sonra vərəqlərini də çəkək uşaqlar. Elektroskopun vərəqləri. Və bir dənə yüklü cismimizi ona yaxınlaşdırmışıq. Toxundurmuruq uşaqlar. Toxundurmaq başqa. Yaxınlaşdırmışıq mənfi yüklü cismimizi. Və yadınızda saxlayın ki, burada elektrostatik induksiya hadisəsi baş verir. Yəni, proses necə baş verir? Mənfi yüklüdürsə, mənfi yükləri artıq buradan itələyir vərəqlərə. Vərəqlərimiz mənfi elektrik yüklə yüklənəcək. Burada isə qalacaq hansı yüklər? Müsbət yüklər. Yəni, müsbət yüklər də özünə cəzb eləyəcək. Deməli, kürəciyi oldu, kürəsi, elektroskopun kürəsi müsbətlə, vərəqlər isə mənfi ilə yüklənəcək. Müsbət, mənfi A variantı. 20 nömrəli testi də baxıb 19 işləyirsiniz uşaqlar. 21. 21. Nöqtəvi yükün elektrik sahəsinin intensivliyinin məsafədən asılılıq diaqramında hansı nöqtəyə mühitin elektrik nüfuzunun ən böyük qiyməti uyğundur? Gəlin bir dənə təsvir edək qrafikimizi. Y-imizin intensivliyinin məsafədən asılı qrafikidir. Deməli, 5 dənə nöqtə verilib. 1, 2, 1, 2, 3, 4, bu da 5. Deməli, bizdə nə istəyir? Elektrik nüfuzluğun ən böyük qiymətini. Yəni, sahənin verilmiş nöqtəsindəki intensivliyin düsturunu yazaq. Modulda Q bölünsün epsilon R-in kvadratı. Bizdən buradan epsilon istəyir. Epsilonumuzu düsturdan çıxardalım. Epsilon bərabərdir. Uşaqlar, məxrəcdə kəmikdə axtaranda burada kəmikdən yerini dəyişəcək. Onda olacaq K modulda Q bölünsün. Deməli, Y vuraq R-in kvadratı. Bizim qrafikdə hansı kəmiyyətlər verilirsə, onlara baxırıq uşaqlar. Bunun üstə deyir ki, sabitdir, bunlar dəyişmir. Qrafikdə verilən kəmiyyətlərimiz Y-dir, R-dir. Epsilonun ən böyük qiymətini istəyir. Epsilonun ən böyük qiymət alması üçün intensivliyimizdə ən kiçik qiymət almalıdır. Nədir? Məsafəmizdə ən kiçik qiymət almalıdır. Gəlin baxalım. İntensivliyimiz şaqül istiqamətdədir. Əlimizi tuturuq belə. 1 ilə 2-ni müqayisə edirəm. Baxın, 1 ilə 2-ni müqayisə edirəm. Harada intensivliyimiz ən kiçikdir? 1 nöqtəsində. İndi 1 nöqtəsini tuturam uşaqlar. Fikir verirsinizmi? Və fikir verdiniz. 1 nöqtəsini bunu birləşdirdim. Yəni, intensivliyimiz ən kiçik qiymətin 1-də 5-də alır. İndi gəlin məsafəyə baxaq. Məsafəmiz üfüqidir. Fikir verirsiniz. 1 ilə 5-i müqayisə edirəm. Ən kiçik qiymət haradadır? 1-də yoxsa 5-də? Əlbəttə 1-də. Və tuturam əlimi. Fikir verdiniz. Və 1 ilə 2-də isə bizim məsafəmiz ən kiçik qiymət alır. Ortağımız hansı oldu? 1. Cavabımız olacaq 1. D variantı uşaqlar. 22-ni də yenə bu qaydada işləyirsiniz uşaqlar. Keçək 23-ə. 3 eyni metal kürəcikdən birincinin elektrik yükü -6Q, ikincinin müsbət 2Q, üçüncünün isə müsbət 4Q'dür.
Əvvəlcə deyib birinci və ikinci kürəni, sonra ikinci və üçüncü kürəni toxundurub uzaqlaşdırdılar. Bu təcrübədən sonra kürələrin yükü nəyə bərabər oldu? Deməli, radiuslar eynidir. Əvvəlcədən vurulurdu ki, R1 bərabərdir R2, o da bərabərdir R3. Q1-in ədədi qiyməti nə qədərdir uşaqlar? Q1 bərabərdir -6Q. Q2 bərabərdir -2Q. Q3 bərabərdir uşaqlar -4Q. Toxundurub aralayacaq. Birinci və ikincini. Eyni radiusda olduğuna görə hansı düsturdan istifadə edəcəyik? Q1 iştirik bərabərdir Q2 iştirik. O da bərabərdir Q1 üstə gələk Q2 bölünsün 2. O da bərabərdir. Gəlin ədədi qiymətləri yerinə qoyalım. Yenə deyirəm, işarəni nəzərə alırıq uşaqlar. -6. Q1-imiz -6Q üstə gələk -2Q. Bölünsün 2-yə. -6 üstünə 2Q gələndə eləyir -4Q. -4Q-ün də 2-yə böləndə eləyir neçə? -2Q. Sonra, indi keçirik ikinci ilə və üçüncünü. Artıq üçüncünü biz toxundurub aralayacağıq. Yəni, eyni düsturdan istifadə edəcəyik, amma diqqətli olmaq lazımdır artıq. Uşaqlar, ikincinin artıq buradakı, məsələn, belə götürməyəcəyik artıq. Artıq necə götürəcəyik? Baxın. İkinci ilə üçüncünü biz toxundurub araladık da. Yüklərimizi necə götürəcəyik? Baxın, artıq ikincini, baxın, yükləndikdən sonrakini götürəcəyik. Q2 iştirik, bərabərdir -2Q. Q3 də bərabər nəyə? -4Q-yə. Bu məqama diqqətlə fikir verin. Aydındır. Artıq ikinci müəyyən yükə malik oldu axı. Ona görə də bu yükünü götürəcəksiniz. Daha buradakı yükünü götürməyəcəksiniz. Onda olacaq nə? Yazıram uşaqlar. Q2 iştirik, bərabərdir artıq. Q3 iştirik, bərabərdir. Q1 iştirik. Q1 yox, Q2 iştirik. Üstə gələk, deməli Q3 bölünsün 2-yə. Q2 iştirikimiz nə qədər oldu? -2Q. -2Q. Üstə gələk. Q3-ümüz nə qədər? 4Q. Bölünsün 2-yə. -2Q-ün üstünə 4Q gələndə uşaqlar necə eləyəcək? -2Q. 2Q-nü də 2-yə böləndə eləyəcək Q. İndi cavabımız belə oldu uşaqlar. Birincinin yükü, ikincinin yükü, üçüncünün yükü. Toxundurub araladıqdan sonra. Bax, birincinin yükü toxundurub araladıqdan sonra bunu götürəcəksiniz. -2Q-nü. Bu getdi. Artıq ikincinin, üçüncünü, son variantdakini götürəcəksiniz. Bax bunu. İkinci ilə üçüncünün yükünü, bax bunu götürəcəksiniz. Q. -2Q, -2Q. Y variantı. Yenə diqqətlə baxın. Uşaqlar 23-ə, 23-də diqqət yetirməli məqamımız bu hissədir. Keçən uşaqlar 24-də. Bir cins elektrik sahəsinin verilmiş elektrik tipolu sonda hansı vəziyyəti alır? Elektrik tipolu uşaqlar bağlı yüklərdir, müsbət və mənfi. Müsbət yük, bir də mənfi yük bağlı yüklərdir. Onu bir cins sahəyə gətirəndə hansı proses baş verir? Bu intensivliyimiz. Ümumiyyətlə, intensivliklərimiz müsbətdən hara? Mənfiyə doğru yönəlir. Müsbətdən mənfiyə doğru yönəlir. Və bu elektrik dipolunu biz elektrik sahəsinə bir cins sahəyə gətirdikdə hansı vəziyyət alacaq? Müsbətə, baxın, müsbətə artıq intensivlik istiqamətində, mənfi isə intensivlik əksi istiqamətində qüvvə təsir etdiyinə görə artıq mənfi, bax, bu istiqamətdə olacaq. Ona mənfiyə nədir? Intensivlik əksi istiqamətdə qüvvə təsir edir. Müsbət yükə isə intensivlik istiqamətində qüvvə təsir edir. Ona görə də bir cins sahədə bu formanı alacaq. Cavabımız olacaq D variantı. Y variantı uşaqlar. Cavabımız Y variantı. 25-də eynilə bu qaydada işləyərsiniz. Keçən 26-ya. Vakuumda və dielektrik nüfuzluğu epsilon bərabər 9 olan mühit daxilində iki nöqtəvi yük arasında təsir qüvvələri eynidir. Yüklər arasında məsafələrin R2 bölünsün R1 nisbətini hesablayın. Vakuumda dielektrik nüfuzluğunun uşaqlar 1-ə bərabərdir. İkinci dielektrik olan mühitin nüfuzluğu da epsilon 2 bərabər 9-a. Bizdən istəyir ki, yükləri təsir edən qüvvələr də bərabərdir. F1 bərabərdir F2-yə.
və R2 bölünsün R1 nisbətini istəyir. R2 bölünsün R1 nisbətini. Gəlin Coulomb qanunun düsturunu yazaq. F bərabər K modulda Q1, Q2 bölünsün nədir? Epsilon R-in kvadratı. Bizə lazımdır nə məsafə? Gəlin buradan məsafəni tapaq. Məsafəni çıxardığında, elə buradan yazılmışıq bu yuxarıda. R bərabərdir. Artıq kvadratikası olduğuna görə kök altına düşəcək və F ilə R-in yeri dəyişəcək. K modulda Q1, Q2 bölünsün. Deməli, Y vuraq epsilon. Y deyirəm uşaqlar, F vuraq epsilon. Deməli, K-mız sabit cəmiyyətdə Q1, Q2 yüklərimiz də dəyişməyibdir. F-imiz də əvvəlcədən deyir ki, qarşılıqlı təsir qüvvələrimiz də eynidir. Onda bizim R-imiz epsilonla necə asılı olacaq? Kök altı tərs. Yəni, R2 bölünsün R1 nisbətini istəyir. Bunda asıllıq quralım uşaqlar. Kök altda necə asılı oldu? Tərs mütənasib. Yəni, epsilon 1 bölünsün epsilon 2-yə. O da bərabərdir uşaqlar. Kök altda epsilon 1-im nə qədərdir? 1. Epsilon 2-imdə nə qədərdir? 9. Cavab oldu necə? 3-də 1. 3-də 1. Deməli, variantımız oldu B variantı. Keçən uşaqlar 27 nömrəli testdə. Elektrik nüfuzluğu epsilon olan maye ilə içərisi dolu olan şüşə qab intensivliyi Y0 olan bir cins elektrik sahəsində yerləşir. Mənfi nöqtəvi Q yükündən R məsafədə yerləşən A nöqtəsində yekun elektrik sahəsinin intensivliyinin modulu hansı ifadə ilə təyin olunur? Yəni, şəkli təsvir edək burada uşaqlar. Bu bizim xarici sahəmizdir. Y0. Y0'ımız. Birdən də mənfi nöqtəvi yükümüz var. Mənfi Q yükümüz var. Onun A nöqtəsində yekun intensivliyi istəyir bizdən. A nöqtəsində buradan çəkir, qarışıq olmasın. Gəlin baxalım uşaqlar. Deməli, xarici sahəmizi gətirib köçürəm olduğu kimi. Hansı istiqamət? Bu istiqamət. Xarici sahəmi köçürdüm bura. Bu oldu Y1, yəni bunu köçürdüm. Y1 bunun istiqamətində. Nöqtəvi yükdə uşaqlar fikir verirsiniz. Necə işarəlidir? Mənfi işarəlidir. Nöqtəvi yükdə intensivliyimiz hansı istiqamətdə, mənfi işarəli yükün intensivliyi hansı istiqamətdə yönələcək? Özünə doğru. Bu oldu mənim Y2. İndi Y1-in düsturu necə olacaq uşaqlar? Bizim düsturumuz var idi. Deməli, epsilon bərabərdir. Y0 bölünsün Y-yə. Bizdə bu Y1-dir. Buradan Y1-i tapanda Y1 nəyə bərabər olacaq? Y1 bərabərdir. Y0 bölünsün nəyə? Epsilon. Yəni, Y1-in yerinə həmişə bunu yazacaqsınız. Digər məsələ həllərində də. Yəni, 28 də var, 29 da var bu qaydada. 29 yox, 30. 30 da var, 31, 32. Keçən indi nöqtəvi yükün sahənin verilmiş nöqtəsindəki elektrik sahəsinin intensivliyi Y2 bərabər K. Deməli, modulda Q bölünsün nəyə? Deməli, epsilon R-in kvadratını. Artıq necə yönəldir? Əks istiqamətdə. Yekun tapanda necə edirik? Yekun bərabərdir. Modulda Y1-dən çıxacam Y2-ni. O da bərabərdir. Y1-in yerinə gətirib bunu yazacam. Yəni, Y0 bölünsün epsilon çıxaq. Y2-in yerinə də bu düsturu yazacam. K özdən modulu uşaqlar. Q bölünsün epsilon R-in kvadratı. Cavabımız olacaq uşaqlar. D variantı. Sən uşaqlar bir dənə də perpendikulyar vəziyyət üçün yazın. Keçən ilə 31 yazın. Elektrik nüfuzlu epsilon olan maye ilə içərisi dolu şüşə qabı intensivliyi Y0 olan bir cins elektrik sahəsində yerləşir. Müsbət nöqtəvi Q yükündən R məsafədə yerləşən A nöqtəsində yekun elektrik sahəsinin intensivliyi modulu hansı ifadə ilə təyin olunur? Gəlin yenə şəkli tez təsvir edəyim. Bu xarici sahəmizdir. Y0'ımız. Sonra yükümüz müsbət yükdür. Burada yerləşdirilibdir. Müsbət yükdür. Burada da bir dənə A nöqtəsi yerləşdirilib. Və yekun intensivliyimizi istəyir A nöqtəsində. Gəlin baxalım.
Y1'imiz sahənin intensivliyi, xarici sahəmiz bu istiqamətdə gedəcək, öz istiqamətində və uşaqlar, anın yerini gəlin dəyişəyin. Və müsbət yüklü zərrəcikdir. Müsbət yüklü zərrəcikdə intensivimiz nə edirdi? Yükdən çıxırdı. Bu da oldu mənim Y2. Və necə yönəldilər? Perpendikulyar istiqamətə. Fikir verirsinizmi? Y2-ünü necə tapırdıq artıq? Ədədi qiymətcə. Y2-ünü. Y2-ünü necə tapırıq perpendikulyar olanda? Kökatda Y1'in kvadratı üstə gələk Y2'nin kvadratı. O da bərabərdir. Y1'in yerinə nə yazıq uşaqlar? Y1'in yerinə yazıq bayaq Y0 bölünsün epsilon. Y2'nin də yerinə yazırıq sahənin verilmiş nöqtəsindəki K, Q bölünsün epsilon R'in kvadratı. Gəlin indi yerinə qoyağın hesablayalım uşaqlar. Kökatda deməli bunun kvadratı Y0'ın kvadratı bölünsün epsilonun kvadratı üstə gələk. Sonra bunların kvadratı K'nın kvadratı, Q'nun kvadratı bölünsün epsilonun kvadratı, bir də R üstü 4. Buradan da uşaqlar bərabərdir kökatda 1 bölünsün epsilonun kvadratını mötərizə xaricinə çıxardıram. Qalır Y0'ın kvadratı üstə gələk. K'nın kvadratı, Q'nun kvadratı bölünsün R üstü 4. Və buradan da nə çıxacaq? 1 bölünsün epsilonu çıxardacağım kökdən. 1 bölünsün epsilon kökatda Y0'ın kvadratı üstə gələk. K'nın kvadratı, Q'nun kvadratı bölünsün R üstü 4. Nəticəmiz budur. 1 bölünsün epsilonu çıxartdıq. Cavabımız olacaq Y variantı. Yəni çətin deyil uşaqlar, asan. Keçən 33 nömrəli testdə. nömrəli test. Yükləri 1 nanokulon və -3 nanokulon olan iki eyni radiuslu metal kürəni bir-birinə toxundurub əvvəlki məsafəyə qədər araladıqda onlar arasındakı qarşılıqlı təsir qüvvəsi necə dəyişir? Deməli uşaqlar, yüklərimiz Q1 bərabər nə qədərdir? Müsbət 1 nanokulon. O birisi də Q2 bərabərdir. -3 nanokulon. Və məsafələrimiz, radiuslarımızda kürələrin R1 bərabər R2'dir. Toxundurub araladıqdan sonra S sonranı istəyir, qarşılıqlı təsir qüvvəsini. Sonra. Gəlin baxalım uşaqlar. Toxundurub araladıqdan sonra son yüklərimiz Q1 iştirir, bərabər Q2 iştirir. O da bərabər Q1 plus Q2 bölünsün 2'yə. O da bərabərdir 1 üstə gələk. -3. İşarəyə yenə də toxunmuruq uşaqlar, yazmalısınız işarəni, bölünsün 2. Deməli, 1'in üstünə -3 gələndə eləyir necə? -2. -2'ni də 2'yə böləndə eləyir -1. İndi düsturumuzu F sonra bölünsün F əvvəl. Yəni, yüklərimizi toxundurub araladıqdan sonra malik olduğu qarşılıqlı təsir qüvvəmizi tapmaq üçün bu düsturdan istifadə edəcək. Kökat modulda Q1 iştirik, vuraq modulda Q2 iştirik, bölünsün modulda Q1, vuraq modulda Q2. Bu düstur vasitəsilə məsələnizi həll edəcəksiniz. F sonranı tapacaqsınız. Gəlin indi yerinə qoyalım. Artıq Q1 iştirik, Q2 iştirik nədir? -1, -1 bölünsün. Q1'imiz neçədir? Modulda 1, vuraq nə? -3. Olduğu kimi yazıram ki, başa düşəsiniz. Moduldan bilirsiniz ki, müsbət çıxır, yuxarıda qalır 1, aşağıda qalır 3. Neçələdir? 3'də 1. İndi gəlin buradan tapağın F sonranı. F sonra bölünsün F əvvəl bərabər neçəyə? 3'də 1'ə. Mənə də lazımdır F sonra. F sonra bərabərdir F əvvəl bölünsün 3'ə. Yəni əvvəlkindən 3 dəfə azdır, 3 dəfə azdır. 3 dəfə azalar, cavab 33'də B variantı. Sonra uşaqlar, deməli 34'də bu qayda ilə işləyəcəksiniz. 35'də eyni bu qayda ilə yox. 35'də uşaqlar, deməli 26 nömrəli testi necə işləmişəmsə 35'də o metodla işləyəcəksiniz. 36'da eyni ilə 34 və də 33 tipli məsələdir. Yəni onlara baxıb işləyəcəksiniz.